Değerli izleyiciler, sizinle ben siyasi blogger Elnur Aliyev'dim. Bugün size Azerbaycan Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyev'den danışacağım. O Əli Nağıyev ki, milyonların sahibi olan Əli Nağıyev saman altdan su yeridirmiş. Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyev. Deməli Əli Nağıyev'dən videolar mənə çatıb və bir fragment də yazıblar. Qubanın Küstət Qazamat kəndində yerləşən Şah Əsəri restoranının Əli Nağıyev'indir. Amma oranı idarə edən Sabirdir. Sahil üstünde olan körpü salınır. Tek körpüye 20 milyon ayrılır. Keçilerin otlak sahəsini belediye satıb harca 100 hektara kimi ərazidir. Meşənin ağaclarını kəsiblər. Özləri için istirahət mərkəzi tikirlər. Ümumi 50 milyon pul ayrılır. O boyda meşəni kəsib tökdülər, amma bir nəfər gəlib demədi ki, bu təbiəti niyə çorlayırsınız? Kənd cəmaatında isə götürmürlər. 5-10 nəfər işlədilər. O kənd Nağıyev'dir. Əli Nağıyev'in kəndidir o. 50 milyonu hardandır görəsə bu millətin pullarını dağıdırlar. Əli Nağıyev 50 milyon hardandır? Həmən restoranın da gizli çəkilişlərini, həmən sahənin də gizli çəkilişlərini sizlər görürsünüz. Əli Nağıyev'dən başqa bir fragmentlər də başqa videolarda, gələn videolarımda sizinlə paylaşacağım. Azərbaycanı tanıyanlar, Azərbaycan büdcələrini oğurluq eləyənləri sizlərə bircə ifşalayacağım. Rədd olsun Əliyev, rədd olsun Əliyev sevərlər. Əli Nağıyev başqa videolarda gəlir sənin barəndə.